Hak batil nədir? Hak batil odur ki, cihaddır. Başa düşdünüzmü? Hak, ədalət, hak, cihad deməkdir. İndi məsələn, belə deyək. İndi bir nəfər istəyir çörək pişirsin, versin, belə deyək. Və digər şəxs çörək pişirə bilmir. Həmin çörək pişirən şəxs durub çörək pişirir, verir ona, belə deyək. Və nə olur burada? Cihad edir. Başa düşdünüzmü? Haqqı deyilədir, düzdürmü? Yəni ki, qoymadı ac qalsın, belə deyək. Və bir tərəfdən də buna vəsvəsə gəlir, belə deyək. Pişirib vermə. Başa düşdünmü? O da pişirib verməsə, nə olur onda? Cihadını batil eləmək istədi. Gördünüzmü? Batil oldu. Bax, budur. Bildinizmi indi haqq batil nədir? Cihad, ümumiyyətcə, cihad. Bunu yadınızda saxlayın. Cihad elə bir şeydir ki, cihaddan o tərəfi yoxdur. Başa düşdünüzmü? Cihad budur. Bunu yadında saxlayın. Sən hər şeydən bu dünyaya gəlmişik biz cihad eləməyə. Bunu bilin ki, başa düşdünüzmü? Cihad. Hər bir şeydə cihad var. Bildinizmi indi cihad nədir? Hər bir şeydə cihad var. Məsəl üçün evi yığışdırmaq üçün cihad edirsən nəfsindən. Başa düşdün, bax budur. Hər bir şeydə cihad var. Bunu unutma. Başa düşdünüzmü cama? Bunu bilin, yadınızda saxlayın. Bundan sizə lazım olacaq. Ona görə də deyirəm ki, qalxmaq lazımdır. Başa düşdünüzmü? İndi müştəhidlər də, məsciddə də, namazlar da danışmırlarsa, haqqı demirlərsə, onda bunların nə olur? Nəfsinə uyurlar. Başa düşdünüzmü? Bunların elədiyi cihad da cihad eləmək qoymur. Başa düşdünmü? Belə deyək, nəfs qoymur. Nə olur onda? Batil olur cihadı. Başa düşdünüzmü? Bax budur. Qoymur, istəmir cihad eləsin, haqqı danışsın. Başa düşdünüzmü? Bax budur. Vəsvəsə də buna çalışır. Başa düşdünüzmü? Ona görə də hər deməyim nədir? Danışın. Danışın, haqqı danışın. Başa düşdünüzmü? Cihada qalxmaq lazımdır. Bax budur. Ən üstünlüyü cihaddır. Yadınızda saxlayın bunu. Ən üstünlüyü cihaddır. Başa düşdünüzmü? Allahın qanunu istəyirsən olsun. Düzdürmü? Cihad eləyirsən. Haqqı tələb eləyirsən. Quran-ı Kərimi gördünüzmü? Budur. Bəs mən sizə nə deyirəm? Görürsən, vəsvəsə də burada nə deyir? Deyir ki, eləmə, haqqı istəmə. Haqq ədalət olmasın. Başa düşdünmü? Görürsünüz, vəsvəsə də bunu deyir sizlərə. Və mən çatdırmağım nədir? Çatdırmağım odur ki, qalxın cihada. Başa düşdünüzmü? Qəlbimiz möhürlənəcək yoxsa, lapda. Belə fikirlərdə qalsaz. Başa düşdünüzmü? Qoymasaz, irəliləyiş geçsin. Haqqı deməsəz. Başa düşdünüzmü? Bax budur.